Salam əziz dostlar. Türkiyədə əyani şəkildə ali təhsil almaq istəyən bir şagird bizdən soruşur ki, mən Türkiyəyə əyani şəkildə qəbul olum, amma dərslərə getməyim, buradan dərslərə onlayn qoşulum. Bu mümkündürmü? Xeyr əzizim, bu mümkün deyil. Əgər sən Türkiyədə əyani təhsil alırsansa, mütləq gedib Türkiyədə əyani təhsil aldığın şəhərdə qalmalısan, həftənin 4-5 günü mütləq dərsə getməlisən. Onlayn təhsil o vaxt olar ki, hər hansı bir force majeure hal olsun. Yəni pandemiya dönəmi olsun, müharibə olsun və s. Normal hallarda əyani şəkildə oxuyursansa, mütləq dərslərə getməlisən. Əziz şagirdlər, əziz valideynlər, siz və ya sizin övladlarınız ali məktəblərə qəbul imtahanından az bal toplayıbsa və ali təhsil almaq istəyirlərsə, heç bir narahatçılığa ehtiyac yoxdur. Siz bizim köməkliyimizlə Türkiyə dövlət və özəl universitetlərin birində əyani şəkildə təhsil ala bilərsiniz. Sadəcə atestatınızla bizə yaxınlaşmaq kifayətdir. Həmişə dediyim kimi, bizim 4 filialımız var. Mərkəz filialımız Qaraqarev filialı, Lökbatan, Ələt və Naxçıvan filialları. Naxçıvanda yaşayırsınızsa, o boyda yolu durub Bakıya gəlməyə ehtiyac yoxdur. Yaxşı, Naxçıvan filialımıza və sizə kömək edilsin. Eynən Lökbatanda yaşayırsınızsa, Qaraqarevə gəlməyinizə ehtiyac yoxdur. Lökbatan filialımıza yaxınlaşın. Ələtdə yaşayırsınızsa, Ələt filialımıza yaxınlaşın. Ətraflı məlumat üçün ekranda nömrəmiz qeyd olunub, nömrə ilə əlaqə saxlaya bilərsiniz.